Düz 1 milyondan çox baxışı keçən vişnəli pomidor salatını yenidən hazırladım. Keçən yay hazırlamışdım. Hədsiz çox bəyənilmişdi. İlk öncə 300-350 qram vişnəni tumundan ayırıram. 5-6 ədəd pomidoru bu şəkildə doğrayıb qaba əlavə edirəm. Onun da üzərinə 1 ədəd uzunsov şəkildə doğradığım qırmızı soğanı əlavə edirəm və üzərinə tumunu təmizlədiyim vişnələri suyu ilə birlikdə əlavə edirəm. Bir dəstə reyhan da əlavə etdikdən sonra 2-3 diş sarımsaq, nar şarab, 1-2 yemək qaşığı zoğal turşusu, əgər zoğal turşusu yoxdursa, başqa turşu da əlavə edə bilərsiniz və mən üzərinə bol küncüt də əlavə edirəm. Duz istiyor əlbəttə zövqə görə. Mən küncüdü çox sevdiyim üçün qaçışdırdıqdan sonra yenidən üzərini küncütlə bəzəyirəm və servis edirəm. İnanılmaz ləzzətli bir salatdır. Yəni yay aylarında yeyə biləcəyiniz ən ləzzətli salatlardan biridir. Mütləq sizlər də hazırlayıb nuş edin.